Biz bunu demirik ki Türkiye geldi adı. Ama bəli, Türkiye'nin desteği olmasaydı, Türkiye Azerbaycan'ın yanında olmasaydı Azerbaycan Qarabağ'ı ala bilmezdi. Niye ala bilmezdi? Azerbaycan güclü ordusu da var idi. Azerbaycan o güclü ordusu Qarabağ'ı da alar, Zəngəzuru da alar, Göyçəni da alar. Allah'ın izniyle İrəvanı da götürür. Ama Yugoslavya da güclü dövlət idi. Yugoslavya ordusu, Yugoslavya'da dövlət var idi. Varşava paktında SSR'den sonra ikinci orduydu. Yugoslavya'nı ne güne koydular? Neçə yeri parçaladılar? Bəs Yugoslavya da güclü dövlət idi. Bəs niyə bu kadar parçalandı? Miloševiç də güclü lider də Serb millətçisi idi. Və niyə Miloševiçi Qaqa tribunalında axırda məhkum elədilər, elə orada da öldü? İrak, Saddam Hüseynin Irak'ı, Saddam Hüseynin dövründə İrak ordusu say baxımından dünyada 4-cü orduydu. SSR, ABŞ və Çin ordusundan sonra say baxımından İrak ordusu dünyada 4-cü orduydu. İrak ordusu Ərəb dünyasının en güçlü ordusuydu. Saddam Hüseyin atom bombası yaradırdı. Mühendisleri var idi. Ne güne koydular? Saddam'ı da astılar. Bəs güçlü orduydu. Yani güçlü ordu, Ukrayna ordusu mənim zəif ordudur. Ukrayna ordusu hal-hazırda Avropada, Türkiye'nin ve Rusya'na çıkmaq şərtilə Avropada en güçlü ordudur. Quru ordusu Ukrayna bu saat Avropada en güçlü ordudur. Ben niye bugüne düşüb? Çünkü onların bir Türkiye'si yok idi. İlham Əliyev çıxışında ne demişti? Xarici mətbuat organlarına çıxışlar verdi. Ne demişti ki F-16'lar buradadır. Lazım olsa 3-cü dövlət müdaxiləsi o F-16'lar qalxacaq. F-16'lar kimin idi? Kimin idi ona F-16'lar? Mozambik'in idi, Azerbaycan'ın idi, Yardanya'nın idi, belki İsrail'in idi, Türkiye'nin idi de. Yani Türkiye'nin idi. Ona göre biz dedik de Erdoğan yanımızda durdu, biz aldık da biz onu deyirik. Biz onu demirik ki Erdoğan aldı ama Erdoğan yanımızda durdu. Erdoğan AK Parti iktidarı Türkiye'de iktidardan geçse bu Azerbaycan ziyanınadır. Tarih boyu belə olub. Türkiye'de Kemalistler iktidarda olanda Azerbaycan həmişə uduzub. Kemalistler Türkiye'de 1920'de iktidara geldiler. Azerbaycan Rus'a verildi. Kemalistler 1992-93'te Türkiye'de iktidarlıydı. Biz Qarabağı itirdik. Süleyman Demirel'den de elə dəstək istənilmişdi de. O vaxtki Azerbaycan iktidarı. Soruşa bilərsiniz o vaxtda hakimiyyətdə olanlardan. Süleyman Demirel'den de kömək istəmişdi. Süleyman Demirel demiş ki gedin Ruslarla razılaşın. Ama Erdoğan'dan kömək istədi. Erdoğan dedi yanındayım. Erdoğan demədi gedin Ruslarla razılaşın. Dedi yanındayım get. F-16'larım da, ordum da, ölkəm də hamısı yanındayım. Biz ona göre deyirik de bəli. Bəli Erdoğan Türkiye'si yanımızda oldu. Biz Qarabağı aldık. Bəli. Ona göre. Çünkü Türkiye ile Azerbaycan təbii müttəfiqdir. Ağzımızda deyirik. Təbii müttəfiq. Dünyada ikinci ülke yoktu ki biz ona deyək ki təbii müttəfiq. İsrail Azerbaycan təbii müttəfiqi değil. Ama Türkiye Azerbaycan'ın təbii müttəfiqidir. Bu elə belə söz değil. Çünkü qanımız birdir. Dinimiz birdir. Və həmişə də o vəfalı Türk gəlib yanımızda durub. Vəfalı Yahudi gəlib durmayıb yanımızda. Vəfalı Rus, vəfalı Fars, vəfalı Avropalı və bundan sonra durmayacaqlar. Sənə dəstək verməklə hansısa sahədə, o sənin yanında olmaqla deyil, sənə silah satmaqla, sənin yanında olmaqla deyil. Siz bilirsiniz mi, ümumiyyətlə Azərbaycana en çok silah satan ölkə son illərə qədər hansı ölkə olub? Rusiya olub. Hə nə olsun? Rusiya yanımızdadır. Rusiya yanımızda olub. Azərbaycanın en büyük ticarət partnyoru İtaliyadır. Xəbəriniz var ki Azərbaycan Türkiyədən daha büyük ticarət partnyoru İtaliyadır. İndi İtaliya bizim yanımızdadır.